Əziz dostlar, siyasi gündəmə də bir diqqət yetirmək istəyirik. Dünyada baş verən siyasi hadisələrə hazırda bir şərh olacaq. Bizim həmkarımız Anar Abbasovun təqdimatında. Anar, xoş gördük, sabahınız xeyir. Xeyir dəyərli həmkarlar. Hansı xəbərlərlə gəlirsiniz? Günün nədir əsas xəbəri, ən önəmli xəbəri? Ən önəmli xəbərləri deyərdim. Çünki düzdür, İsrail-İran münaqişəsi artıq yavaş-yavaş gündəmdən çıxır. Lakin digər maraqlı məsələlər var. Misal üçün, qonşu Ermənistanda Nikol Paşinyanla kilsə arasında yaranan ziddiyyətlər və onun zamanında tərəfdarı olduğu Levon Ter-Petrosyan haqqında açıqlamaları ilə bağlı müəyyən şərh olacaq. Bundan başqa cəmi 1 avroya F-16'ları əldə edən ölkə var. Hansı ölkədir? Onu da tamaşaçılarımıza çatdıracaq. Eşidə, izləyə o zaman. Təşəkkür edirəm. Bəli, hörmətli tamaşaçılar, KQB agenti qorxaq və tənbəl. İrəvanda sözlü atışma baş verib və bu atışma zamanında siyasi ideoloji xətt olaraq müttəfiqlər sayılan Nikol Paşinyanla Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan arasında baş verib. Nikol Paşinyan deməli son dönəmlərdə baş verən hadisələrin fonunda bilirsiniz ki, Paşinyanla əvvəlcə kilsə arasında ciddi bir narazılıq yarandı. Ardından müəyyən bir mənada yeni bir milyarder müxalifətçi peyda oldu. Samvel Karapetyan, hansı ki Nikol Paşinyanı açıq-aşkar vəzifəsindən devirməyə çağırışlar edirdi və bütün bu hadisələrin fonunda Levon Ter-Petrosyan gözlənilənlərin əksinə olaraq Nikol Paşinyana müxalif qüvvələri dəstəkləməyə başladı. Nikol Paşinyan da bu zaman nə etdi? Siyasi dosiyeni açdı və Levon Ter-Petrosyanı 1990-cı illərin əvvəllərindən, dəyərli izləyicilər, Ermənistanı yanlış siyasi yönə və marionet dövlət olma yolunda irəliləməyə sürüklədiyini açıqladı və bu baxımdan da ondan sonraki dövrdə Ermənistanın ideologiyasının yanlış formalaşmasında Nikol Paşinyan birbaşa Levon Ter-Petrosyanı günahlandırdı. Eyni zamanda ondan sonraki dövrdə Levon Ter-Petrosyanı zəif xasiyyət nümayiş etdirməkdə, ən mürəkkəb vəziyyətdə istefaya getməkdə və ondan sonra Qaçaryan və Sarkisyan duetinə gizli müxalifətçilik etməkdə suçladı. Eyni zamanda Nikol Paşinyan zamanında, hörmətli tamaşaçılar, yəqin ki, xatırlayırsınız, 2008-ci ildə Ermənistanda məşhur mart hadisələri var idi. Həmin mart hadisələri zamanı da Nikol Paşinyan Levon Ter-Petrosyanı qorxaqlıqda suçlayıb və bildirib ki, şüşələrdə o cür hadisələr baş verirdi. Levon Ter-Petrosyan sakitcə uzanıb evində yatırdı. Yəni, Ermənistanda hal-hazırda biz görürük ki, müəyyən siyasi hərəkətlənmə var və bu siyasi hərəkətlənmənin hansı dairələr ətrafında fırlandığı, hansı ölkələr və yaxud da ölkə tərəfindən tətikləndiyi bəlli deyil. Hər tərəfin öz mövqeyi var. Nikol Paşinyanın öz mövqeyi var, müxalifətin digər mövqeyi var. Lakin burada bir məsələni də unutmayaq, hadisələrin xronologiyasına diqqət yetirdikdə bəzi məqamlar aydın olmağa başlayır. Çünki Nikol Paşinyan artıq bundan öncə qeyd etdiyimiz kimi Qaragenlə də müəyyən bir, belə deyək də, gərginliyi mövcuddur. Artıq bir müddətdir hökm sürür. Nikol Paşinyan bildirir ki, Qaragenin bu kilsədə qalmağa heç bir hüququ yoxdur. Çünki o İsa Məsih ideyalarına zid hərəkət edir. Elə bütün bu hadisələrin fonunda, hörmətli tamaşaçılar, fikir verin. Dünən Levon Ter-Petrosyan Katolikos Qaragenlə görüşüb və maraqlıdır ki, bu görüş çərçivəsində də Levon Ter-Petrosyan əslinə qalanda zamanında heç də özünə xas olmayan açıqlamalar səsləndirməyə başlayıb və açıq-aşkar revanşist ideyaları özündə barındıran bir açıqlama verib. Belə ki, Levon Ter-Petrosyan bildirib ki, Nikol Paşinyan Qarabağda müharibəni uduzduğu kimi kilsəyə qarşı da bu savaşı uduzacaq. Yəni, Qarabağ məsələsini Ermənistanın artıq hakimiyyətdə olmasa belə müəyyən siyasi establishmenti hələ də rıçaq kimi istifadə etməkdədir. Odur ki, revanşist ideyalar Ermənistanda hələ də tətiklənir. Bəli, hörmətli tamaşaçılar, yavaş-yavaş Ermənistandan keçid alaq Rusiyaya.
Amma Rusiya ilə bağlı açıqlamaları heç də Rusiya rəsmilərinin dilindən sizə çatdırmayacağıq, dəyərli izləyicilər. Burada Donald Trump NATO-nun iclasında birdən-birə bir növdə Rusiyanın vəkili qismində çıxış edib. Yəni NATO-da və həmin qərbi mətbu orqanlar bunu belə dəyərləndirirlər, hörmətli tamaşaçılar. Və Donald Trump bildirib ki, Rusiya heç vaxt NATO ölkələrinə hücum etməyəcək. Bu cür bəyanatla çıxış edib və daha sonra bir qədər bu məsələni yumuşaldaraq əlavə edib ki, deyib ki, mən prezident olduğum müddətcə Rusiya NATO ölkələrinə hücum etməyəcək. Belə bir açıqlama ilə çıxış edib. Amma Avropa liderləri də Amerika Birləşmiş Ştatlarının ehtiyacı olduğunu nəzərə alaraq Donald Trump'ın ümumilikdə Rusiya-Ukrayna məsələsindəki bu səylərini yüksək qiymətləndiriblər və bildiriblər ki, onun ümumilikdə Avropanın müdafiə sisteminin artırılmasında xidmətləri çox böyükdür və onlar da bütün bunları dəyərləndirirlər. Bəllidir ki, Avropadakı siyasətçilər daha çox siyasi kriteriyalara uyğun hərəkət etməyi götürürlər və bu proqram çərçivəsində də Amerika Birləşmiş Ştatlarına olan tələbatı nəzərə alırlar. Amma Braziliya prezidenti Donald Trump'a çox açıq şəkildə müraciət edib, heç bir siyasi etiketi və siyasi dividendləri gözləmədən deyib ki, Donald Trump sosial şəbəkələrdə biraz az vaxt keçirsin. Yəni Donald Trump bilirsiniz ki, Truth Social şəbəkəsindən aktiv şəkildə müəyyən bəyanatlar verir, açıqlamalar verir, müharibəyə reaksiyalarını bildirir. Amerika Birləşmiş Ştatlarının sərt addımlarını və sərt açıqlamalarını özündə barındıran müəyyən yazılarla çıxış edir və Braziliya prezidenti bildirib ki, bütün bunların əvəzinə Amerika Birləşmiş Ştatları kimi dövlətin rəhbəri olan şəxs gərək daha çox oval kabinetdə otursun, gərək daha çox ciddi işlərlə məşğul olsun. Lakin o deyib ki, deyəsən Donald Trump hər şeyi başlıqlara qurban verib. Bəli, bu xəbəri də sizin diqqətinizə çatdırmış olduq, hörmətli tamaşaçılar. Trump və Vladimir Putin Türkiyədə görüşə bilər. Erdoğan Amerika lideri Donald Trump'ın Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək niyyətindən danışıb və bu baxımdan da hər iki lideri İstanbula dəvət edib və orada bir məqam da var idi ki, əgər Vladimir Putin həmin görüşə razılığını verəcəksə, Donald Trump da həmin görüşə etiraz etməyəcəyi vurğulandı. Doğrudan da son hadisələrə baxsaq, Donald Trump'ın özünün açıqlamaları ondan ibarət idi ki, o Vladimir Putinlə danışıqlar çərçivəsində onunla görüşmək məsələsini müzakirə edib və bunu istisna etmir. Yəni son hadisələr fonunda da bilirsiniz ki, İran-İsrail hərbi gərginliyi fonunda da iki lider birbiri ilə telefon danışığında bulunmuşdu və bu baxımdan da ola bilər. Yəni Trump da bunu istisna etmir, lakin Trump artıq bəzi məsələləri seçki öncəsi vədlərin, bəzi məqamların nə dərəcədə real olmadığını açmağa başlayıb. Misal üçün, deyir ki, siz mənə dəfələrlə müraciət edirsiniz və bildirirsiniz ki, mən demişdim ki, 24 saat ərzində bu müharibəni həll edəcək. Deyir, bu əlbəttə sarkazm idi. Daha sonra yenədən Vladimir Zelenskini məzəmmət etdi və bildirdi ki, burada birinci növbədə Vladimir Zelenskidən mən narazıyam. Daha sonra isə bir Putinə də çox balaca bir iradını bildirmiş oldu Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti. Yəni Ankarada tarixi görüş baş tuta bilər, hörmətli tamaşaçılar. Görək, əgər baş tutsa, həqiqətən bəlkə də yay aylarının, yaxınlıqdakı son 2 ayın ən böyük hadisələrindən biri ola bilər, hörmətli tamaşaçılar. Digər ölkə isə Niderlandla Rumıniya arasında, daha doğrusu Moşsiano və Ruben Brekelmans iki müdafiə naziri arasında imzalanan saziş də diqqət çəkir. Cəmi 1 avroya 18 F-16 samolotu təyyarəsi, bəli, beynəlmiləl sözdən istifadə etdi, indi isə təyyarə sözündən istifadə edək. Həmin təyyarələr artıq Rumıniyanın xidmətində olacaq. Hörmətli tamaşaçılar, bir məqamı da qeyd edək ki, əslində bu F-16 təyyarələri
Nəyə görə lazımdır? Çünki Rumıniya da özündə Ukraynalı pilotların təlimləri keçirilir və bu baxımdan da həmin təlimlər çərçivəsində orada Ukraynalı pilotlar hazırlanır, məşqləri gedir F-16-lara daha çox öyrəşmələri üçün və son bu müqavilə sayəsində daha 18 F-16 təyyarəsi artıq Rumıniyanın xidmətində olacaq və bununla Rumuniyada artıq 70 F-16 təyyarəsi olacaq. Hörmətli tamaşaçılar, indi isə son olaraq hörmətli rejissorumuzdan xahiş edəcəm çox maraqlı bir görüntünü ekranlara gətirsin. Görürük ki, deməli, görüş çərçivəsində Fransa lideri Emmanuel Macronla Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan arasında görüşə diqqətlə baxırıq, hörmətli tamaşaçılar. Görürsünüz ki, orada əvvəlcə Macron bir güc nümayiş etdirməyə çalışıb, salamlaşma vaxtı bir üstünlük əldə etməyə çalışıb. Hörmətli rejissorumuzdan da xahiş edəcəm ki, ikili ekranda hal-hazırda bizi təqdim etsin ki, biz bu məsələni şərh edə bilək. Bəli, və bir balaca görürük ki, Macron ənənəvi olaraq bundan öncəki zirvə toplantısında da bu üstünlüyü əldə etməyə çalışırdı. Alınmadı. Təcrübə qalib gəldi və növbəti dəfə Rəcəb Tayyip Ərdoğan bu balaca siyasi üstünlüyə belə Emmanuel Macrona imkan vermədi deyirik. Bu görüntü ilə də biz bugünkü siyasi icmalı bitiririk, hörmətli tamaşaçılar. Sizə isə xoş istirahətlər arzulayırıq.